tədbirlərini biz şahidi olduq, gördük ki, əslində adı qaydasız döyüş gedir, qarışıq idman növləri, ancaq əvvəl elə idi. Bəli. Təlim məşq toplanışında bunun üzərində işləyirlər. Qrad, yəni yumruqla gəldi, ayağından yapışdı. Qrad ümumiyyətlə çoxlarını təəccübləndirir bu qarşılaşmada. Ancaq başı keçdi hələ. Eyes, are you with me? Yes. All right, listen. The double jab cross is there. I want footwork. When he comes in hard, you can... Baxaq ki, nə ilə nəticələnəcək alınmır. Hələ ki... Qrad Naimovun üzərindəydi. Naimov burada yavaş-yavaş mövqeyini yaxşılaşdırmaq üçün fikir yayındırıcı Çox çalışır Naimov. Çünki bilir ki, hesabda geridə ola bilər. Bu hər bir fürsətdən istifadə edir. Yerdə olaraq da ayağının altı ilə zərbələr edir. İndi də ayaqları ilə boğmağa çalışır, ancaq çətindir elə eləmək. Hələ qədərdir. Ya boğucu fəndə keçmək istəyir, daha sonra ağrıdıcı fəndə. Hələ ki. Ümid edirik ki, bizimkilər edərlər bunu. Naimov sevinir, görək. Nəticədən sonra o sevinə biləcəkmi? Biz deyəcəyəm, əlbəttə ki, Bruce Buffer'dan sonra haqqına girir.